İnsanları tanıdıkça başa düştüm ki bu doğmalıkla bağlı değil, İnsan olmakla bağlı olan əlamətdir. Bugün Naxçıvan xanımının qonağı oldum ve neçə illərdir ki tanıdığım bir xanım gərəkmir sanım. Şərəfi gözəl olsun bu xanıma Allah bütün üstün cəhətləri verib, bu da Allah tərəfindən verilən bir zənginlikdir. Əziz bacım Reyhan, Naxçıvan qızı Reyhan, var ol oğlum və balaların hər zaman xoşbəxt olsun. Bütün etdiyin yaxşılıqlar balalarının yollarında çiçəklərə salam, zəngin həyata vəsilə olsun. İnsanları tanıdıkça başa düştüm ki bu doğmalıkla bağlı değil, İnsan olmakla bağlı olan əlamətdir. Bugün Naxçıvan xanımını